Xəzər dənizində və su hövzələrində bəzi balıq növləri azalıb. Xüsusilə çəkikimilərin sayının kəskin azaldığı üzə çıxıb. Xəzər dənizinin çəkilməsi və çaylarda sululuğun azalması balıq bazarına da təsirsiz ötüşməyib. Bazarlarda demək olar ki, balıq tapmaq müşkülə çevrilib. Hələ qiymətləri demirik. Əməkdaşlarımız paytaxtın balıq bazarlarında olublar. Gəlin görək, balıq bazarlarında vəziyyət necədir? Paytaxt bazarlarında təbii dəniz balıqlarının qıtlığı açıq şəkildə hiss olunur. Satıcıların sözlərinə görə əvvəlki illərdə bol olan kefal, kütüm kimi balıqlar indi demək olar ki, yox səviyyəsindədir. Kütümdür, kefaldır, bobladır, belə şeylər və dəniz məhsulları. Bakıdan bu vaxt balıqlar çıxarı çıxmır bir də, hal-hazırda yox. Azatmayı, marmayı, qızıl balıq, bizim yəni dənizdə olan balıqlarımız, külmə, yəni bobla. Nə Kürdən gəlir, nə Xəzərdən. Yoxdur. Kütüm, kifal həmişə bol olardı. İlin bu vaxtı kütüm nə qədər olardı? Bobla çıxardı, kifal çıxardı. Yoxdur, indi onlar azdır. Dəniz balıqları yoxdur. Nə kütüm var, nə kifal var. Son bu 2-3 gündür qiymətlər dəyişib. Kütümün kilosu 15, 18, 20, o da ölçülərdən asılıdır. 1 kiloluğu 20 manat, 25 manatdır. Kimdir onu alıb yeyən? Bazarlarda balıq məhsullarının qıtlığı qiymətlərə də öz təsirini göstərib. Satıcılar deyir ki, məhsul az olduğundan baha qiymət alırlar. Ona görə də məcbur qalıb qiymətləri artırıblar. Azdır. Ona görə onların qiyməti bahadır. Dəryadan elə bir onlar tükənib. Kütümün qiyməti çıxıb 25 manat, 22 manata. Xəşəmdə yerlidir, bili yoxdur. Çilbudan qabaq əgər 10 manat, 15 manat, 12 manat, 10 manata edirsə kütüm. İndi 22 manat, 25 manat. Alıcı da, satıcı da eyni vəziyyətdədir. Kütüm bahadır, 22 manat, 24 manat. Satıcılar kimi alıcılar da qiymət artımının olduğunu deyir. Alıcılar deyir ki, qiymətlər o qədər bahadır ki, bazarlarda balığa yaxın durmaq mümkün deyil. Çox qalxıb, biraz yox. Adi indi sukun verib baxıram. Əvvəl 12 manat, indi olub 16 manat 50 qıb, 17 manat. Bağlaşın 2-3 manat artıb ki, yoxdur ki ona görə. Azdır ona görə gəlir. Belə yoxdur. Farelin qiyməti 15-16 manat. 10 manat da var idi, 11 manat da. İndi qalxıb amma. Sazanın bir növüdür. İndi o da ki, görsən birində var, görsən bax yoxdur bunda. Yoxdur, indi keçirəm bayrağı, əgər olsa alacağım, daha ucuz idi, amma indi yox. Balıq yetişdiriciləri və imalçıları Assosiasiyası İctimai Birliyinin sədri Zaur Salmanlı balıq bazarlarındakı məhsul qıtlığına aydınlıq gətirdi. Tək Xəzər dənizində daxili su hövzələri daxil olmaq şərti ilə balıq ehtiyatlarının ciddi azalması müşahidə olunur son 5-6 ildə. Və buna da bir neçə əsas səbəblər var. Əsas səbəblərdən biri ekoloji faktoru da, ekoloji amili də bu azalmada səbəb kimi göstərmək olar. Bilirsiniz, artıq ümumi Xəzər problem, Xəzər gölünün, dənizinin səviyyəsinin azalması və əsasən də kürüləmə çaylarının sululuğun azalması eyni zamanda ciddi təsir amillərindən biri sayıla bilər. Zaur Salmanlı deyir ki, xüsusilə nərə kimilər, Xəzər qızıl balığı və digər qiymətli balıq növlərinin ehtiyatları kəskin şəkildə azalıb. Xəzər dənizində və çaylarda ekoloji vəziyyət sabitləşməyincə təbii balıqların ucuzlaşması gözlənilmir. Günəş Rizayeva, Zəhra Bəhruz qızı, Fidan Səfər, SPX xəbər.